Sülh gündəliyinə uyğun olaraq Biləcəri stansiyasından Azərbaycandan Gürcüstan vasitəsilə Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçirilir. Daşınan neft məhsullarına 1742 ton AI-95 markalı benzin və 956 ton dizel yanacağı daxildir. Daşınan neft məhsulları 48 vaqon vasitəsilə həyata keçirilir. Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir. Neft məhsullarımızın Ermənistana göndərilməsi hər iki ölkənin sülhə sadiqliyini göstərir. Azərbaycan Ermənistanla sülh prosesini şəffaf şəkildə aparır və bu proseslərin davamlılığı təmin olunur. Bütün lazımi tədbirlər görülür. Baş verən hadisələr Ermənistan-Azərbaycan arasındakı sülh məsələlərinin artıq geniş miqyasda davam etdiyini göstərir. Vaşinqton razılaşması çərçivəsində iqtisadi əlaqələrin bərpası siyasi bəyanat səviyyəsində qalmamalı idi. Yəni bu artıq dəmir yolu yanacaq daşınması həmin razılaşmanın kağız üzərindən yox, belə deyək, praktikada işlədiyini göstərməli idi və bu da bugün artıq öz əksini tapır. Bu da tərəfləri razılaşmalara əməl etmək qabiliyyətinə dair bir mühit yarandığını və belə bir artıq şəraitin yarandığı barəsində bir siqnal yaradır. Və bu həmçinin də beynəlxalq aləmə, beynəlxalq vasitəçilərə xüsusən də Vaşinqtona bir növ siqnal ötürərək göstərir ki, tərəflər artıq praktiki olaraq bir-birlərlə artıq əlaqələrin yaradılmasında təşəbbüslər, artıq addımlar atmağa başlayırlar. Digər bir məsələ yüklərin Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu ilə hərəkəti məsələsinə toxunmaq istəyirəm. Bu da regionda kommunikasiya xətlərinin tədricən normallaşdığını göstərir və bu gələcəkdə daha geniş nəqliyyat və logistika əməkdaşlığı üçün də bir president yaradır. Sülh gündəliyində ümumiyyətlə kommunikasiya xətlərinin açılması əsas sütunlardan biridir, mən deyərdim, və bu proses artıq faktiki olaraq da başlayıb. Eyni zamanda Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir. İki ölkə arasında iqtisadi ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm addımdır. Bu, həm də regionda iqtisadi ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək. Daha çox etimad mühitinin formalaşdırılmasına iki ölkə arasında indiki səviyyədə dövlət şirkətləri arasında əlaqələrin formalaşmasına xidmət eləyir. Təbii ki, TRIP marşrutunun işə düşməsindən sonra iki ölkə arasında əlaqələrin biz daha da genişlənəcəyini müşahidə edəcəyik. Həm Zəngəzur dəhlizi böyük bir dəhlizə çevrilərək, böyük bir yük axınlarının hərəkət istiqamətində çevriləcək. Eyni zamanda da Azərbaycan və Ermənistan həm enerji əməkdaşlığı, həm kənd təsərrüfatı məhsullarının satışı, eyni zamanda metallurgiya sənayesində əlaqələrin genişləndirilməsi, zod yatağının işlənməsi istiqamətində işlər və daha sonra isə özəl sektorda, özəl sektor şirkətləri arasında əlaqə və ticarətin inkişafını müşahidə edəcəyik. Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ilk neft ixracına ötən il dekabrın 18-də başlanılıb. Ermənistana 1220 ton AI-95 markalı avtomobil yanacağı göndərilib.